Hamınıza salam. Yəqin ki, bu vəziyyət çoxunuza tanışdır. Dövlət orqanına müraciət edirsiniz, amma aylarla heç bir səs soraq çıxmır. Bilirsiniz ki, müraciət etmək bizim ən güclü hüquqlarımızdan biridir, amma çox vaxt ondan necə düzgün istifadə edəcəyimizi bilmirik. Elə bugün bu məsələyə bir dəfəli aydınlıq gətirəcəyik. Gəlin elə birbaşa əsas sualdan başlayaq. Bəs niyə aylarla gözlədiyimiz o cavab gəlib çıxmır? Səbəb çox vaxt heç məmurun laqeydliyi olmur, yox. Səbəb müraciətin özündəki o kiçik, amma kritik hüquqi səhvlərdir. Məhz elə səhvlər ki, məmura müraciətinizə baxmamaq üçün qanuni bir bəhanə verir. Gəlin bugün o bəhanələri onların əlindən alaq. İlk növbədə gəlin bir şeyi anlayaq. Bu, sadəcə bir kağız parçası yazıb göndərmək deyil. Yox, bu sizin konstitusiya ilə təmin olunmuş fundamental bir hüququnuzdur. Gəlin görək, bu hüququn təməlində nə dayanır? Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, sizin müraciətiniz sadəcə şəxsi bir xahiş deyil, o həm də şəffaflığı təmin edən, qanunun aliliyini qoruyan çox vacib bir mexanizmdir. Siz xahiş etmirsiniz, siz dövlət idarəçiliyində birbaşa iştirak edirsiniz. Qarşıdakı dəqiqələrdə biz məhz bu 5 addımı bir-bir araşdıracaq. Məqsədimiz isə çox sadədir, elə etmək ki, müraciətiniz heç vaxt cənabsız qalmasın. Bunun üçün sizə dəqiq bir yol xəritəsi verəcəyik. İndi isə keçək praktik hissəyə. Təsəvvür edin ki, sizin bir alət dəstiniz var və hər vəziyyət üçün fərqli bir alətə ehtiyacınız var. Müraciətin 3 əsas növü var və onları düzgün seçmək uğurun ilk ən vacib açarıdır. Tutaq ki, yaşadığınız ərazidə parkın işıqlandırılması zəifdir. Bax, bununla bağlı müraciətiniz bir təklifdir. Siz mövcud vəziyyəti yaxşılaşdırmaq üçün bir ideya irəli sürürsünüz, bir təşəbbüs göstərirsiniz. Məsələn, qanuna görə sizə müəyyən bir arayış verilməlidir. Həmin arayışı almaq üçün yazdığınız sənəd artıq ərizədir. Yəni, siz yeni bir şey təklif etmirsiniz, siz artıq mövcud olan bir hüququnuzun icrasını tələb edirsiniz. Yox, əgər bir məmur hansısa hərəkəti və ya elə hərəkətsizliyi ilə sizin hüququnuzu pozubsa, bax o zaman siz şikayət edirsiniz. Burada məqsəd artıq sadəcə nəsə istəmək deyil, məqsəd səhvi düzəltmək və pozulmuş ədaləti bərpa etməkdir. Deməli, ən kritik məqam budur. Bu 3 növü qətiyyən, amma qətiyyən qarışdırmaq olmaz. Fikir verin, əgər siz pozulmuş bir hüququn bərpasını təklif başlığı altında yazsanız, məmur ona sadəcə nəzərə alınmalı bir tövsiyə kimi baxacaq. Vəssalam, heç bir tədbir görməyə məcbur olmayacaq. Düzgün adı seçmək sizin strateji üstünlüyünüzdür. İndi isə gəldik bələdçimizin ən vacib hissəsinə. Bəs hansı səhvlər müraciətimizi birbaşa uğursuzluğa məhkum edir? Gəlin bu tələlərdən necə yayınmaq lazım olduğunu öyrənək. Qanunvericilik müraciətin rədd edilməsinə səbəb olan 3 əsas səhvi çox dəqiq şəkildə müəyyən edir. Bu 3 qaydanı yadda saxlasanız, inanın, işinizi 90% asanlaşdırmış olarsınız. Bu ən fundamental tələbdir. Əgər bu məlumatlardan bircəciyi belə əski idisə, müraciətiniz avtomatik olaraq anonim hesab edilir və ona ümumiyyətlə baxılmır. Bir də əgər sizin adınızdan başqası müraciət edirsə, onun səlahiyyətini təsdiq edən etibarnamənin surəti mütləq əlavə edilməlidir. Bu müzakirə mövzusu deyil, bu qanunun dəmir tələbidir. Müraciətdə emosiyalara yol vermək, təhqiramiz ifadələr işlətmək, bunlar məmura müraciətinizə baxmamaq üçün birbaşa qanuni əsas verir. Və ya problemi həll edin kimi ümumi cümlələr yazmayın. Nə istədiyinizi aydın, konkret şəkildə yazmalısınız. Çünki qeyri-müəyyənlik məmura imkan verir ki, sizə formal və ümumi bir cavab versin. Yaxşı, bəs eyni məsələ ilə bağlı dəfələrlə müraciət edib cavab almısınızsa, növbəti müraciətinizə baxılmaya bilər. Amma bu maneəni aşmağın yeganə bir yolu var. Müraciətinizə əvvəlki araşdırmada nəzərə alınmayan yeni bir dəlil, yeni bir sənəd, yeni bir fakt əlavə etmək. Bax, yalnız bu halda müraciətinizə yenidən baxılması artıq məcburidir. Artıq 21-ci əsrdir və təbii ki, müraciətlərin çoxu elektron formada göndərilir. Amma bu rahatlığın da özünə məxsus çox ciddi hüquqi qaydaları var. Gəlin bu cədvələ diqqətlə baxaq. Bilirsiniz, ən maraqlı məqam nədir? Elektron müraciətin də kağız müraciət qədər hüquqi qüvvəsi var. Amma yalnız bu şərtlərə əməl edildikdə, o, dövlət orqanının rəsmi saytı və ya rəsmi e-mail poçtu vasitəsilə göndərilməli və ən əsası sizin kimliyinizi təsdiq etməlidir. Bax, bu, rəqəmsal müraciətlərlə bağlı bilməli olduğunuz ən kritik məqamdır. Adi eyni ilə poçtla göndərdiyiniz imzasız bir məktub hüquqi baxımdan anonim hesab edilir və heç bir qüvvəsi yoxdur.
Müraciətinizin rəsmi sənəd sayılması üçün o mütləq asan imza və ya digər gücləndirilmiş elektron imza ilə təsdiqlənməlidir. Bu çox vacibdir. Deməli, müraciəti düzgün şəkildə göndərdik, işimiz bundan bitirmi? Əsla. Əslində, indi yeni bir mərhələ başlayır. Qanun sizə bütün prosesə nəzarət etmək üçün bir sıra hüquqlar verir. Unutmayın, siz sadəcə ərizəçi deyilsiniz, siz prosesin iştirakçısısınız. Yadda saxlayın, müraciətinizə baxılması üçün standart müddət 15 iş günüdür. Bəs bu müddət uzana bilərmi? Bəli. Əgər müraciətinizin araşdırılması üçün əlavə yoxlama, sənəd toplama tələb olunursa, bu müddət 30 iş gününədək uzadıla bilər. Amma burada çox vacib bir şərt var. Bu barədə sizə 5 gün ərzində mütləq məlumat verilməlidir. Və bu slayddakı məlumatlar sizin əlinizdəki gücü əslində mükəmməl təsvir edir. Baxın, siz prosesdə kənar seyirci deyilsiniz. İstənilən vaxt əlavə sübut təqdim edə, işin gedişatı ilə tanış ola, hətta yekun qərardan narazı qalsanız, onu bir üst quruma və ya birbaşa məhkəməyə şikayət edə bilərsiniz. Unutmayın, nəzarət sizin əlinizdədir. Bu sitat əslində bütün bu izahatımızın mahiyyətini bir cümlədə cəmləşdirir. Hər bir səhv qarşı tərəfə məsuliyyətdən yayınmaq üçün verdiyimiz bir bəhanədir. Bizim məqsədimiz isə bu bəhanələri tamamilə ortadan qaldırmaq və onları yalnız məsələnin mahiyyəti ilə məşğul olmağa məcbur etməkdir. Beləliklə, bugün biz sadəcə qanunları oxumadıq. Biz dövlət orqanları ilə effektiv ünsiyyət qurmağın strategiyasını öyrəndik. Bu biliklərlə silahlanaraq siz artıq sadəcə müraciət etmirsiniz. Siz öz hüquqlarınızı güclü şəkildə tələb edirsiniz.